Saxta profil, gizli hesab, açıq cinayət. Sosial şəbəkələrdə kimlər saxta profillərdən insanlara böhtan atır, onları təhqir edirlər. Saxta hesabların izinə necə düşürlər? Bu əməllərin qanun qarşısında cəzası nədir? Növbəti buraxılışımızda beynəlxalq hüquqşünas Yeganə Hacıyeva, təqaüddə olan sabiq hakimlər Cəmilə Səfiyeva və Mirzə Xankişiyev, vəkil Cəlil Mahmudov virtual aləmdə törədilən real cinayətlərdən danışacaqlar. Qanun və icra. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz çox bir maraqlı mövzulardan biridir. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan. Unutmayın, ekran arxasında gizlənmək sizi qanundan yayındıra bilməz. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyunu işığın veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramı biz yenə sizinləyik. Bugünkü mövzumuz, bugün cəmiyyətimizdə aktual olan mövzulardan biridir. Belə ki, təhqir və böhtan eyni zamanda saxta profildən istifadə edərək vətəndaşların şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verən şəxslər barəsində eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, bugünkü qüvvədə olan Cinayət Məcəlləsinin 147 böhtanla bağlı, eyni zamanda 147-ci maddəni əhatədə maddi hüquq normalarına və onun sanksiyasına bağlı fikrimiz aparacağıq. 148-ci maddə isə təhqir və onun dispozitiv və sanksiyası, eyni zamanda 148-1-ci maddə Cinayət Məcəlləsində qeyd olunmuşdur və saxta profillərdən istifadə edib vətəndaşlarımızın belə deyək ki, hüquqlarını pozan şəxslər barəsində fikir mübahisə aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişdik. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edir, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Mirzə Xankişiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Cəlil Mahmudov, təqaüddə olan hakimimiz Cəmilə xanım Səfiyeva və beynəlxalq hüquqşünas Yeganə xanım Hacıyeva. Xoş gəlmisiniz. Bugünkü cəmiyyətdə, biz cəmiyyətin bir hissəsiyik. Ziyalı olaraq bu günləri yığışmaqda məqsədimiz ondan ibarətdir ki, həqiqətən də cəmiyyətdə nüfuzu olan, tanınan şəxslərin, belə deyək ki, şəkillərin, video görüntülərin qoyurlar öz, belə deyək, profillərində və cəmiyyətdə onların barəsində neqativ fikirlərin söylənməsini şərait yaradırlar. Bununla bağlı yetərincə məhkəmə qərarları var. Buna baxmayaraq, biz bu günlər təbliğ aparırıq ki, təbliğat aparır və vətəndaşlarımızı həm hüquqi cəhətdən maarifləndiririk və məlumatlandırırıq ki, bu əməlin özünün yekununda, belə deyək ki, cinayət məsuliyyəti var. Məsələn, mən bu yaxınlarda tanınmış bir vəkilin, adlar hamısı istisnadır, tanınmış bir vəkilin, belə deyək ki, həkim formasında şəklini qoyur, adın familiyasını, adın soyadını yazır və bu həkim saxta həkimdir. Bir insan deməklə və altdan da komiklər yazır və onun nüfuzuna, şərəf və ləyaqətini alçaldır. Mən bu yaxınlarda sosial şəbəkədə bir şəxsin, tanınmış bir müğənninin, özü Respublikanın bir əməkdar artistidir, hansı ki, dövlət tərəfindən əməyinə qiymət verilir, əməkdar artistdir. Onu video görüntülən kimsə tanımadığımız bir, cəmiyyətə nüfuzu olmayan, söz sahibi olmayan, cəmiyyət üçün, dövlət üçün heç bir xidmətlər olmayan bir şəxs götürür, onun videosunu qoyur və onun barəsində başlayır, onu mövzuya çevirir və vətəndaşları ona belə deyək ki, ünvanına bu və digər formadan nalayiq ifadələr işlətməyə şərait yaradır.
Avropa məhkəmələrinin bununla bağlı yanaşmaları ondan ibarətdir ki, əgər mən Yeganə xanımın barəsində sosial şəbəkədə şərait yazıb söyüş söydürürəmsə, artıq o mən söymüş hesab olunuram. Yəni Avropaların belə məntiqi var. Cəmilə xanım, uzun müddət hakim işləmisiniz. Ümumiyyətlə böhtan, təhqir, saxta profil, onun bir girişi və anlayışı verəcəksiniz. Xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm. Hörmətli tamaşaçılarımızı və hər kəsi salamlayıram. Bugün doğrudan da çox maraqlı bir mövzuya toxunulmuşdur. İlk öncə qeyd edeyim ki, hüquqi dövlət cəmiyyətində yaşayırıq biz. Göründüyü kimi Azərbaycan Respublikasının konstitusiyasında, Azərbaycan Respublikasının daxili qanunvericiliyi, eyni zamanda tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarında insan hüquqlarına xüsusi diqqət yetirilir. Konstitusiyada müəyyən hüquqlar və vəzifələr təsbit edilir və dövlət tərəfindən onun təmin olunur. İlk öncə qeyd eləyək ki, insan hüquqları, əsas insan hüquqlarına insanın şərəf və ləyaqətinin müdafiəsi, şəxsi toxunulmazlıq hüququ, ad hüququ, görüntü hüququ, səs hüququ, indiki yeni dövrdə qeyd elədiyiniz kimi bu sosial şəbəkələrlə bağlı biz onu indi ətraflı qeyd eləyəcəyik. Bu hüquqlar vardır ki, bəli, belə hüquqlar həqiqətən də qanunvericilikdə qeyd olunur və onun müdafiəsi də təmin olunur. Belə ki, şəxsin şərəf və ləyaqətinin müdafiəsi, şəxsi və ailə hüquqlarının müdafiəsi pozulduğu halda şəxsin mülki məcəllənin 23-cü maddəsində qeyd edildiyi kimi hər bir şəxsin öz şərəf və ləyaqətinin, şəxsi və ailə hüquqlarının pozulmasını məhkəmə qaydasında təksib edilməsini tələb etmək hüququ vardır. Bu mülki qanunvericilik tərəfi. Eyni zamanda həmin hüquqlar pozulduğu halda cinayət qanunvericiliyində, Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtan, yəni şəxs yalan olduğunu bilə-bilə digər şəxsin şərəfini, ləyaqətini, nüfuzunu ləkələyən məlumatları kütləvi nəşriyyatda, kütləvi tədbirlərdə, kütləvi çıxışlarda, hətta internet informasiya vasitələrində kütləvi şəkildə yayılmasına imkan verir. Bunu şəxs bilə-bilə qəsdən eləyir və bu nəticəni də arzulayır. Ona görə də qanunvericilik belə əməllər üçün cəza, Cinayət Məcəlləsinin 147-ci maddəsi təhqir, böhtan olaraq bunu tövsif eləyir və müvafiq cəza nəzərdə tutur. Hətta həmən maddədə şəxsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham eləmək də belə cinayət əməli sayılır ki, yəni bu gündəlik həyatda rast gəlinən hallardır. Kifayət qədər məhkəmə təcrübələri də olmuşdur. Belə mən özüm də rast gəlmişəm belə təcrübə. Təhqir isə şəxs kütləvi informasiya qeyd etdiyimiz həmən vasitələrdə bilə-bilə qəsdən nalayiq formada digər şəxsin şəxsiyyətini alçaldır. Bu ola bilər ki, təhqir ola bilər ki, kütləvi tədbirlərdə olanda, kütləvi dediyimiz kimi əsərlərdə filan olanda bu cinayət məsuliyyəti yaradır. Amma təklikdə olanda artıq bu mülki məsuliyyət yaradır ki, yəni qeyd elədiyim kimi bu məsələlər hüququn bir neçə sahəsi ilə tənzimlənir. Həm mülki məsuliyyət, həm cinayət sahəsi, hətta İnzibati Xətalar Məcəlləsində də bu sosial şəbəkələrlə bağlı 510-cu maddənin 510-1-ci maddə əlavə olunub və inzibati tənbih nəzərdə tutulubdur həmən maddədə. Yəni, bütün bunların məqsəd odur ki, hər bir insan, necə deyirlər, azad doğulubsa, cəmiyyətdə azad, sərbəst, rahat yaşamaq istəyir, təhlükəsiz yaşamaq istəyir. Ona görə də dövlət bunların... Bu məsələdə qaranta dövlətdir. Bəli, dövlət təminat verir. Təminatın da gördüyümüz kimi məhkəmələr müraciət etmək forması var da. Mülki müdafiəsi cinayət məsuliyyətinə cəlb olunur, müvafiq cəza təyin olunur. Bu da cəmiyyət üçün çəkindirici təsiri var da. Cəzanın bildiyimiz kimi... Amma əfsus olsun ki, Cəmilə xanım, bu günləri sosial şəbəkə üzərində bəzi tanınmış insanların, şəxslərin, hətta mən vurğuladım, adı istisnadır, adını qeyd edeməyəcəm. Bir əməkdar artistinin, hansı ki, illərlə belə deyək, ata-babadan külüt döymüş, mədəniyyətimizdə, muğamımızın inkişafında xidmətdə olan bir xanımdır. Videosunu qoyurlar və kimsə durub onun barəsində fikir mübahisə aparır. Bəli, bu da ki... Haqq hardan gəlir? Bəli, bu da eyni zamanda son dövrlərdə bu sosial şəbəkələrlə, internet platformalarına istifadə imkanları ilə əlaqədar yarandı. 2016-cı ildə deyəsən dəqiq yadımda, 2016 olmalıdır. Cinayət Məcəlləsində 148-1-ci maddə əlavə olundu ki, saxta adlardan, saxta profillərdən istifadə etməklə
şəxslərin haqqında həm təhqir edici, həm də böhtan xarakterli məlumatlar yerləşdirilir. Belə məlumatlar. Bunlar da məhz bundan sonra onu da qeyd edeyim ki, təhqir və böhtan xüsusi ittihamlı işlər olduğu üçün vətəndaşlar bilavasitə şəxsən özləri məhkəməyə müraciət etdikləri halda artıq bu 148-1-ci maddə ictimai xüsusi ittihamlı. Çünki daha ictimai əhəmiyyət kəsb eləməyə başladı. Ona görə həm prokuror da qaldıra bilər cinayət işi belə hallar baş verdikdə. Həmçinin vətəndaşlar özləri də Aydındır. Çox sağ olun Cəmilə xanım. Yeganə xanım, ümumiyyətlə bax bu günlər biz milli qanunverici daha üst tuturuq. Bəzi hallarda görürsən ki, insana deyir ki, mən Avropa məhkəməsinə müraciət edəcəm, amma Avropa məhkəməsinə bununla bütün dünya üzrə, yəni Avropa deyək ki, modeli olaraq yanaşma tamamilə fərqlidir. Biz nəyə görə Avropaya getməliyik? Elə burada milli qanunvericinin deyir, atalar bir söz, söymə babamı, söyməyim babanı. Yəni burada biz niyə bu qədər insanlarımız özə baxırsan ki, deyir mən bir deyir həkiməm, bir deyir psixoloqam, bir deyir vəkiləm, bir deyir aliməm, bir deyir prokuroram. Şəkillərini qoyurlar, onları bu və digər formada aşılayırlar, alçaldırlar. Buyurun. Öncəliklə qonaqlarımızı və izləyicilərimizi salamlayıram. Məndən öncə danışan dəyərli Cəmilə xanım da kifayət qədər geniş bu məsələlərə işıq gətirdi. Amma sizin sualın cavabı budur ki, əslində sosial platformlar üzərindən ictimai məşhur şəxslərin bu və ya digər formada onlar haqqında məlumatların təhrif olunması, yalan məlumatların paylaşması və yaxud da onların adi bir şəkillərini qoyub onun üzərindən hər hansı bir mülahizələrin aparılmasının bir mənalı olaraq bir neçə səbəbi var. Birinci səbəbi ondan ibarətdir ki, bunu edən şəxs bəzi hallarda özünün populyarlaşması üçün populyar bir şəxsin kütləsindən, diqqət kütləsindən istifadə etmək istəyir. Bu birinci məqamdır. Ən çox hallarda isə əlbəttə ən vacib məqam həmin o populyar şəxsin, cəmiyyətdə hörmətli şəxsin nüfuzuna, işgüzar nüfuzunu zədələmək, ona şər atmaq, onunla bağlı çox xoş təəssüratları dağıtmaq və s. Onu da qeyd etmək lazımdır ki, qəribə tərzdə sosial platformlardan, belə deyək də, həyatımızın bir hissəsi olandan sonra heç kim bu cür təqibdən, əslində buna bir linç kampaniyaları da deyirlər, sığortalanmayıb və heç kimin xəbəri olmadan, heç bir aidiyyatı olmayan bir məsələ ilə bağlı, heç o prosesin içində olmadığı halda adı hallana bilər və onu da qeyd etmək lazımdır ki, insanlar ilkin informasiyaya daha çox inanırlar və özünü mütəxəssis olaraq təqdim edən şəxslərə daha çox inanırlar. Nəinki real vəziyyətə, nəinki digər hallarda. Birinci, mənim fikrimcə budur. Amma beynəlxalq praktika nədir? Məsələ ondadır ki, sosial platformlar, ümumiyyətlə media bir alət olaraq istifadə olunur və hal-hazırki bizim, belə deyək də, bu dezinformasiya, tərif olunmuş məlumatlar və s. Bu kimi məsələlər bir neçə istiqamətdə fərdi, professional həyat, cəmiyyət maraqları, dövlət, milli maraqlar və digərləri, belə deyək də, regional müqavimətin sındırılması istiqamətində. Yəni, bu heç kim, fərddən tutmuş dövlətə qədər heç kim tərif olunmuş məlumatlar, dezinformasiyalar və s. bunun üzərindən ona qarşı kampaniyanın aparılmasından sığortalanmayıb. Əgər fərdin həyatında bunu tənzimləyəcək qanunvericilik varsa, fərdin həyatında bu məsələlərə bir işıq gətirəcək normativ aktlar və s. varsa, amma milli maraqlar məsələsində, regional müqavimətin sındırılması məsələsində yoxdur. Nəticə etibarilə baxın, Azərbaycan son 30 ildə ən yeni tarixdə, hətta deyim 2-ci Dünya müharibəsindən sonra özünün həqiqətlərini, yəni başına gələn prosesləri, özünün həqiqətlərini həm də bir istər soyqırım olsun, istər fəlakətlər olsun və s. bunları həm də bir bunların baş verməsini müdafiə etmək məcburiyyətində qalan bir dövlət idi. Amma biz gözümüzün qabağında getdiyimiz konferanslarda görürdük ki, bizim başımıza açılan işlərlə bağlı dövlətimizin torpaqlarımızın işğal olunması, əhalimizin qırılması və s. məsələsini bunu bir başqalarının adına kompleksləşdirib güya bunun Azərbaycana etməsi ilə bağlı bir kampaniya başlayırdı və bu kampaniya uzun illər Azərbaycana qarşı işlədi, qeyd etmək lazımdır. O yüzdən bu gün hər bir şəxs, indi ümumiyyətlə ictimai fiqur olan hər bir şəxs son 10 il bundan öncəki ilə baxmış, biraz immunitet yaranıb, hamı başa düşür ki, artıq siz əgər popularsınızsa, sizin əgər ictimai hörmətiniz varsa, sizin bu hörmətinizdən, populyarlığınızdan pay götürmək istəyən çoxlu müftəkir var. Müftəxor, müftəkir və s. necə adlandıra bilərik? Eyni ilə siz haqqında danışdığınız epizod mənə də məlumdur. O əməkdar artistlə bağlı. Əslində, hüquqi anlamdan və psixoloji anlamdan o xanımın dedikləri, yəni
qəbul edirik o faktı ki, əlbəttə orada reklam olunur, yəni o xanımın hesabını özünü reklam edir, onun kütləsinə müraciət edir, onun kütləsini trigger üsullarla, qıcığından faydalanmaq istəyir. Amma həm də psixoloji anlamdan gələndə onun səsləndirdiyi fikirlərdə cəmiyyətin algıladığı məna yoxdur. Amma axı gəlin bunu kimi başa sala bilərik ki, nə qədər bunu hər şəxsə izah etmək olarmı ki, o psixoloqun dediyi əslində o fikir deyildi və o yüzden də mənim fikrimcə ictimai ifadələrdə maksimum diqqətli olmaq vacibdir. İctimai nüfuzu olan şəxslər haqqında danışarkən maksimum diqqətli olmaq lazımdır. Çünki enində sonunda biz indi nə qədər kimi sevərik, sevmərik başqa şey, amma hamının cəmiyyətdə, təbiətdə olduğu yer var. Hamının yerinin cəzbə qüvvəsi var və bunu da qəbul etmək lazımdır ki, kimininsə yeri çox ağırdır, kimisə yeri çox yüngüldür. Yüngüllər ağırların yerinə göz dikməsinlər deyək belə. Aydın. Bax, atalan bir sözü var. Mən elə o sözlə hər iki oponentimə belə deyək, dəyərli ekspertlərimiz hansı ki, hüquq sahəsində dəstək xətti və künük döyən şəxslərsiz, prokurorluq, məhkəmə, eyni zamanda istintaq orqanları, bu gün də cəmiyyətdə nüfuz sahibisiz. Həm də kollegiyanın üzvüsünüz. Məsələn, atalan bir söz var. Deyir ki, bıçaq yarası gedər, amma söz yarası getməz. Bugün həqiqətən sosial şəbəkədə elə bir ifadə işlədirlər ki, İnan, insan bəlkə də bu ifadə mən işlətmək istəyirəm, 125-ci maddənin tərkibini yarada bilər. Buyurun. Bəli, doğrudan da bu gün Yəni məndən razısınız, söz varkən onu adam qəbul edə bilmir. Bıçağın yarası gedir, amma sözün yarası getmir. O sözü yaradan insanların məsuliyyəti ilə bağlı. Çox böyük təəssüf ki, son bir neçə ilin deməli məhsuludur bu sosial şəbəkələrdə daha çox insanların vaxtının keçirilməsi, ondan istifadə olunması. Baxın, bu sosial şəbəkələr, internet resursları, nə bilim internetin özü, informasiya mübadiləsinin çoxalması, bunların hamısı insanların yaxşı işə sərf olunması üçün əslində yaradılmış, düşünülmüş bir şeydir. Amma cəmiyyətin içərisində elə şəxslər, xanımlar da qeyd edir, elə şəxslər olur ki, nə özünün hüququnu bilmir, nə qarşıdakının mənəviyyətini, şəxsiyyətini ölçə bilmir, nə elədiyi hərəkəti dərk eləmir və onun məsuliyyətini də hiss eləmir. Və ümumiyyətlə, həm konstitusiyamızda insanların hüquq və azadlıqlarından xəbəri yoxdur, həmin cinayət məcəlləsində nəzərdə tutulan cəzalardan xəbəri yoxdur, həm inzibati nətər məsuliyyətdən barəsində xəbəri yoxdur. Amma görürsünüz, İlgəni xanım da qeyd elədi, elə şəxslər, möhtəbər şəxslər barəsində danışır, elə fikir yürüdür ki, onları heç belə deyək də bir araya nə gətirmək, nə bir tərəziyə qoymaq, nə də ölçmək, nə də cəmiyyət arasındakı onların nüfuzu haqqında heç danışmağa gəlməz. Bugünkü mövzumuz da şübhəsiz ki, təhqir, böhtandan gedir söhbət. Cəmilə xanım söhbəti, yəni onun dispozisiyasını açıqladı, amma məsələ burasındadır ki, bunlar kütləvi informasiya vasitələrində olmalıdır, kütləvi çıxışlarda olmalıdır, nümayiş etdirilən əsərlərdə olmalıdır. Əgər bunlar və yaxud internet resurslarında olmalıdır, belə olmadığı halda cinayət məsuliyyəti yaratmır, bunu bilməlidir. Bir də mən xüsusilə toxunmaq istəyirəm, indi hakimlərimizin bu sahədə şübhəsiz ki, təcrübəsi daha çoxdur. Bir nəfər digərin ya böhtan atır və ya təhqir eləyirsə, götürür bir 5 cümlədən ibarət bir ərizə yazıb, məhkəmə müraciət eləyir ki, bəs məni filan kəs təhqir eləyib və ya mənə qarşı böhtan atıbdır. Burada bilirsiniz də cinayət prosessual məcəlləsinin o tərtibatla bağlı, şikayətlə bağlı özünün xüsusi, belə deyək ki, tələbləri var. 293-cü maddədir mən səhv eləmirəmsə. Orada həmin təhqirin və yaxud böhtanın nələri ibarət olması qeyd olunmalıdır. Kim onu təhqir edibsə, onun yaşayış yeri, ünvanı, iş yeri, telefon nömrəsi və yaxud bunu təsdiq edən hansı şahidlər var və yaxud hansı sənədlər var, hansı video yazılar var və s. O normada biraz düzəliş olmalıdır. Məsələn, siz ailənizlə gedirsiniz, maşından biri bədən diliylə səni təhqir edir. Durub onu belə video görüntüsünü tapırsan, maşının nömrəsini verirsən, şikayət edirsən, o araşdıran orqan araşdırıb ortaya qoymalıdır. Siz kim hansı, məsələn, mən düz şəxsiyyət vəsiqəmi sizə verməyəcəm, get məni verin məhkəməyə. Yəni orada bir bazı dəyişiklik olmalıdır. Orada qeyd eləyirlər, deyir, Tofiq mənə böhtan atdı və yaxud məni təhqir elədi.
Tofiq kimdir? Bu hansı Tofiqdir? Azərbaycanda minlərlə Tofiq var və yaxud Əhməd var. Yəni bunların hamısı deməkdə insanlarımıza, yəni biz həm də maarifləndirici iş aparırıq burada. İnsanlar şikayət eləyəndə onun o tərtibatını xüsusilə bir, yəqin ki, bir hüquqşünasla məsləhətləşməlidirlər və onun tərtibatı düzgün aparmalıdırlar ki, nəticəsi də məhkəmə baxışı sona çata bilsin. Mirzə müəllim, bax, çox üzr istəyirəm. Mən subyektiv fikrim var da, mənim subyektiv fikrim cəmiyyətin fikri deyil. Bax, sanksiyalarla bağlı mən razı deyiləm. Çünki insan var ki, bir hərəkətlə elə sarsılır ki, həm xəstəlik baş verə bilər onda, həm şəkər ola bilər, həm digər xəstəlik baş verə, həm cinayət törədə bilər. Bax, orada məsələn, təhqir və böhtanda, ağır və xüsusilə ağır cinayətlərdə, böhtanda, belə deyək də, 3 ilə qədər azadlıqdan məhrum etmə var. Amma o saxta profillərdə insanların şərəf və ləyaqətin, işgüzar nüfuzun və digər məsələləri həlli ilə bağlı, məsələdə 6 aya qədər, 1 ilə qədər azadlıqdan məhrum etmə var. Siz necə düşünürsünüz? Hörmətli Əkmər müəllim, deməli, təhqir böhtanla bağlı həmkarlarım, xüsusilə Cəmilə xanım geniş şəkildə izah verdi. Yəni, kitabda, dəftərdə yazılanlar və təcrübədə nə varsa, hamısını açıqladı. Biz ona görə yığışmışıq da bu. Açıqladı, düzə. Yəni, qəşəng açıqlama verdi də. İndi biz burada yığışmışıq, vətəndaşları, insanları bunu çatdırmaq, o hüquqi biliklər dərk eləməsi, insanların dərk eləməsi üçündür. Məsələ burasındadır ki, cəmiyyət inkişaf elədikcə, texnologiya inkişaf elədikcə, bu internet deyilən bir məsələ bu. Bu internet inkişaf elədikcə, internetə daha çox ağıllı adamlardan da çox ağılsız adamlar yığışır başlanır. Çünki orada hər cür profillərdən söhbət gedir. Elə ağılsıza bir hay lazımdır ki, axşama ki, baxsın görsün bu niyə bilir, o niyə bilir və onun ağlına yüz fikirlər gəlir. Əlbəttə, hər bir dövlətdə olduğu kimi bizdə də buna qarşı ciddi mübarizə aparırlar. Təhqirdir, böhtandır, bunların siz deyirsiniz sanksiyası, o sizin təbii ki, dediyiniz subyektiv fikrimdir. Sanksiya ilə biraz hesab edirsiniz azdır. Amma mən hesab edirəm ki, az deyil, elə yerindədir. Ona görə ki, amma çəkinici metod kimi insan bəşər övladı nədən çəkinir? Qadağalardan qoyulan... Orası düzdür, amma təhqir böhtanın sanksiyasını qaldırıb qoysaq... Məsələn, narkotik cinayətlərinə baxmışsınız, narkotik cinayətlərinə baxmışsınız. Görürsünüz, cəzanın yuxarıda 20 ilə qədərdir. 14 var, 20 var, adam öldürmə var. Amma o təhqirin altına sanksiyasını qaldırsalar daha doğrusu. Bir də görəsən ki, elə adamlar, bilirsiniz, yaramaz və fırıldaqçı insanlar çoxdur. Onun altında görsə sanksiya çoxdur. Elə insanları ləkələməyə çalışacaqlar ki, o təhqir ötü altında görsə, bir təhqirə, bir böhtana, bir sözə görə gətirib bir adama 5 il, 6 il vermək, onun özü də ədalətsizlikdir. Qanun onu əslində düzgün. Normal adam bir sözə görə gedib lap bir il həbs olsun, yatmalıdır mı? Bir il həbs. Mən adlarını çəkmişəm, məndən yaxşı bilirsiniz. Son dövrlərdə nə qədər bizim reklam aramız var, sonra qaydacağıq. Reklam aramız var, qaydaq, sonra fikrimizi davam etdirərik inşallah. Qanun və icra reklamlardan sonra davam edəcək. Hörmətli tamaşaçılar, biz qanun və icra proqramı davam edirik. Mən ilk öncə bugünkü sponsorumuz barədə sizi məlumatlandırmaq istəyirəm. Şəhərin Mənzilli Kooperativi 30 ildən artıqdır. Bakı və Bakı ətrafında çox mərtəbəli binaların tikintisi ilə məşğuldur və təmirli evlər vətəndaşlara 25 min manat təklif olunur, təmirli evlər. Təmirsiz evlər isə 5 min manat təklif olunur. Deməli, eyni zamanda hüquqşünaslarınızla, vəkillərinizlə Şəhərin Mənzilli Kooperativinə müqavilə şöbəsinə, hüquq şöbəsinə yaxınlaşıb, müqavilənin şərtlərlə tanış olub və təmir evlərlə bağlı 25 min manat ilkin ödəniş, təmirsiz evlər üçün 5 min manat ilkin ödəniş ödəməklə uzun müddətli hissəsi ödənişlər Bakı və Bakı ətrafında Şəhərin Mənzilli Tikinti Kooperativi tərəfindən inşa edilmiş binalarda mənzil əldə edə bilərsiniz. Mirzə müəllim, buyurun, nəsə fikriniz tamamlaya bilmədiniz? Söhbət ondan ibarətdir ki, onsuz da onu genişlədir. Son vaxtlar bu informasiya deyilən bir məsələlərin, informasiyaların artması, informasiya qarşı mübarizə, informasiyaların qarşısını, hansı informasiyaların qarşısı alınır? Elə bu təhqirə və böhtana görədir. Təhqir atıb böhtan deyirlər saytlərdə, sosial şəbəkələrdə, mətbuatda və bununla bağlı, bəli, doğrudan da Yeganə xanım düzgün vurğuladı. Son vaxtlar ona qarşı mübarizə də ciddiləşibdir. Əvvəllər belə deyildi. 10-15 il bundan əvvəl təhqir, böhtan baxımında çox nadir hallarda cərimə nəzarından yola verirlər. Amma bu məsələ biraz ciddiləşdiyinə görə hakimlər artıq həbs cəzaları verirlər və ciddi surətdə çoxsaylı həbs cəzaları verilir.
Bu həbs cəzasının bir adam bir sözə görə gedib 1 il həbsdə yatıb gəlirsə, heç onun ağlı yoxdur. Gör o nələr baş verir. Ona elə 5 ildə verək, 5 il çox ciddi cəzadır. Bunu da qoyaq qırağa. Hansı son vaxtlar prezidentin bir sərəncamı olduğu informasiyalarla bağlı. Çünki informasiyaların qadağan olan informasiyalar vardı. Ora əlavələr də oldu. Hansı informasiyalar daha qadağan olsun. Xüsusilə bilirsiniz də bu son dövrlərdə informasiyalar saytlərdə çox yayıldığına görə hər cür informasiyanın yayılmasına və məsələn, hərbi ilə bağlı, Dezinformasiyaların. Yeganə xanım, hərbilərlə bağlı qadağan olunur. Orada bir çox tək hərbi deyil. Orada var məsələn terrorçuluğun maliyyələşdirilməsi, terror hərəkətlərinin yayılması və haralarda getməsi. Bu məlumat verir. Gənclərin çoxu o məlumatı düzgün dərk eləmir. Axı hər bir terrorçu terror fəaliyyətinin yayılmasında orada maliyyə məsələlər var. Pul buraxılır. Çox adam o pula görə düşür onun dalına. Tək terrorla qurtarmır. O dövlət sirrinin pozulması, hərbi sursatların, Müdafiə Nazirliyinin məlumatların bəli dislokasiyası deyirlər, onun harada yerləşdirilməsi, onun hərəkəti, bugün müəyyən silah, sursat və müasir texnologiya tutaq ki, ölkənin başqa tərəfindədir, yerin dəyişikliklər gətirirlər. Bunu bilən adamlar, bu hərbi sirlərdir bunların hamısı. Sən götür bu mətbuatda ver ki, bizim müasir silahlarımız artıq nə bilim filan dərədədir, yaxud şimal tərəfdədir, ya cənub zonasındadır. Artıq getdi, bu dövlət sirri, hərbi sirr pozuldu. Bax, buna qarşı artıq ciddi cəza. Konstitusiyanın 32-ci maddəsi var da. Məsələn, Əkbər Yusufoğlu'nun icazəsi olmadan mənim kimsə şəklimi qoyub, məni söydürə bilməz. Tamamilə doğru. Bunu qadağan edir, Cəmilə xanım. İradə ifadəsinə zidd şəkildə ifadə olunur da. Yəni, söz azadlığı, ifadə azadlığı, mətbuat haqqında qanunda da eyni zamanda qeyd olunur ki, məhdudiyyətlərə məruz qalır. Fikir azadlığı, söz azadlığı, şəxsi toxunulmazlıq hüququ baxımından məhdudiyyətlərə məruz qalır. Yəni, mətbuatda çıxış eləyirsə, bu nəzər almalıdır ki, qarşı tərəfin şəxsi toxunulmazlığına müdaxilə eləmək olmaz. Hüquqa zidd müdaxiləyə eləmək olmaz. Mirzə müəllim bayaq qeyd elədi, cəzaların nisbətən siz dediniz ki, daha da sərtləşməlidir. Mirzə müəllim də dedi, razılaşıram, hazırki qanunvericilik normalarının nəzərdə tutulan cəzalarla. Eyni zamanda qeyd edeyim ki, bu əməl elə bir əməldir ki, təhqir, böhtan xarakterli əməl, elə əməldir ki, siz deyən kimi qılınc yarası sağalar, söz yarası sağalmaz. Hətta qanunvericilik qeyri-maddi iddialar kimi, qeyri-əmlak xarakterli iddialar olmağına buna iddia müddətində şamil eləmir. İddia müddəti şamil edəməni verə bilər. Hətta cinayət işlərinə baxılarkən şəxsin hüququ var ki, vurulmuş maddi mənəvi ziyanından əlaqədar, eyni zamanda pozulmuş hüququnun barpası ilə. Burada iki nüans var. Həm şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların pozulmasını, arxivləşdirilməsini, silindirilməsini tələb etmək, eyni zamanda vurulmuş ziyanın kompensasiya olunması üçün mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ var. Yəni, həm mülki hüquq cəhətdən müdafiə hüququ var şəxsin, həm də cinayət cəhətdən müvafiq cəza verilməsini tələb etmək hüququ var. Qarşıma çıxdı. Harca bir 20 il bundan qabaq, o bir kino var, Azərbaycan bir əski kinosu var. Orada indi kinodur da, kinoda kimsə oynayır, deyir 8.000 manat pul vermişəm, oynamaqlarına bax. Gətirir bunu hansısa bir Azərbaycan ziyalılarının toyda bir epizodunu götürüb qoyurlar və onu başlayırlar orada o səzi üzərindən verməyə. Mən hesab edirəm ki, Axıncı Ali Məhkəmənin plenum qərarı həmən silinməni vətəndaşın maraqlarına pozduğu təqdirdə silinməni qoya bilər. Bəli, bəli. O dediyiniz unudulmaq hüququnu, yəni onu demək istəyirsən. Mən deyim ki, Ali Məhkəmənin şəxsiyyət hüquqlarının müdafiəsi haqqında 2025-ci ilin dekabr ayının səhv eləməyə 25-də qəbul olunmuş bir qərardır. Mən o qərarı, baxmayaraq ki, təqaüd dövrümə düşdü, mən onu həqiqətən əvvəldən axıra oxudum. Mən deyərdim ki, bəlkə də dissertasiya səviyyəsində yazılmış bir qərardır. Nə mənada? Əvvəla hüququn bir neçə sahələrində şəxsiyyətin hüquqları var. Biz hamımız bilirik. Konstitusiyada nəzərdə tutulan şəxsi hüquqlar, hüququn ayrı mülki hüquqda, cinayət, əmək, digər hüquq sahələri
sahələrində var. Amma o qərarda ümumiləşdirilmiş şəkildə şəxsi hüquqlar qoyulmaqla və şəxsi hüquqların müdafiə vasitələri, yolları, inarsınız ki, hakimlər üçün rahat bir yol bələdçisidir. Biz işləyən dövrdə belə bir qərarlar olmamışdı. Məsələn, Konstitusiyanın 47-ci maddəsi var. Fikir və söz azadlığı var. Bəli, ona yəni, o əsas gələcəm. verilmir ki, siz ağzınıza gələn sosial şəbəkələrdə paylaşın. Yeganə xanımın, Cəmilə xanımın barəsində siz belə deyil, həqiqətə uyğun olmayan, bilirsən ki, yalandır, məlumat paylaşırsınız. Belə məlumatlar, Əkbər müəllim, mən onu deyim ki, 5 il keçir, 10 il keçir, dövlət üçün, ictimaiyyət üçün əhəmiyyətini itirir, aktuallığını itirir. Yəni, cəmiyyət də artıq ondan maraqlı deyil, dövlət də maraqlı deyil, aktual deyil də bu mövzu. Amma şəxsin özü üçün unudulmur. Şəxs nəysə hansısa bir informasiyanı axtarmaq istəyəndə özü ilə üzləşir. O təkrar mənəvi zərbə alır, sarsıntı keçirir, istirab keçirir. Yəni, ona görə də fərdi informasiya vasitələri haqqında qanunun özündə də hətta bu nəzərdə tutub ki, şəxs tələb eləyə bilər ki, o məlumat silinsin. İndi qanunvericilikdə bir daha o xatırlatmaqla, indiki daha çox dediyimiz bu cür cinayətlərin yayıldığı bir şəraitdə şəxsin özünün artıq onu müstəqil şəkildə müraciət edib sildirmə hüququ var ki, o biraz qəlizləşdirilib siz silinsin də, yəni arxivləşdirilsin, silinsin, anonimləşdirilsin ki, şəxs üzbəüz qalmasın. Ondan, həmin məlumatlar. Əvvəllər yalnız böhtan təhqirə görə cəza və sanksiyalar nəzərdə tutulurdu. İndi məlumatın, yol verilməz məlumatın yayılmasına görə də İnzibati Xətalar Məcəlləsində sanksiyalar təyin olunub. Məsələn, vətəndaş 1000 manatdan 1500 manata qədər, 3 ay qədər həbs var. Hüquqi şəxslər 2000-ə qədər, fiziki şəxslər orada 1000 manat, 1500 manat. Yəni hüquqa zidd müdaxilə sayılır. Bu az deyil ki, sən bir məlumatı bilmədən ya bilərəkdən dəxli yoxdur, götürdün lazım olmayan məlumatı verdin sayta, sən 2000, 1500 o şərəf ləyaqəti ləkələməsə də belə, şərəf ləyaqəti ləkələməsə də belə şəxsi toxunulmazlıq hüququnu pozur. Məsələ ondadır ki, şəxs narahatlıq keçirir ondan. Burada bir neçə baxış var ki, buna baxmaq olar. Mənim fikrimcə şəxsən mən ona inanıram ki, bir adamın şəxsiyyətini qaralamaq üçün apardığın kampaniyanın daha sonra məhkəmənin onunla bağlı hansı qərarın olması və yaxud da sənin müraciətinin nəticəsinin nə olmasından asılı olmayaraq sənin həyat və təsiri var. Artıq sən özün psixoloji güclük halına ya bunu qəbul edirsən, ya bunu necə var başlayırsan. İctimai fəal və bir şəxs kimi mən özüm bu prosesin içindən keçirəm və etiraf etmək lazımdır ki, ilkin illərdə bu daha ağrılı proses idi. Və qeyd edim ki, hətta bir epizod yadımdadır ki, bir nümunə olaraq onu çağırmışdılar, səsləndirmişdilər. Məsələ ondadır ki, bir şəxsin haqqında məlumat artıq işıq açıqlanandan sonra o artıq bir kütlədə bir təəssürat yaranır və bir qənaət var. O qənaəti daha sonra hansı qəzetin hansı məhkəmə qərarının olmasından asılı olmayaraq, nə qərar çıxarmasından asılı olmayaraq bu da lazımdır, çox vacibdir. Amma ictimai fikirdə artıq birinci fikir oturub və artıq bu birinci fikirlə heç nə etmək olmur. Bu təxminən icazənizlə bu yaxından sosial şəbəkədə bir deputatın barəsində harasa gedib qapısı. Bəli. Nəyə lazımdır? Bəli. Bu məsələni burada bir neçə digər məqamlar var, amma mən qeyd etmək istədiyim məsələdə 1922-ci ildə New York məhkəməsində bir fərdin işgüzar nüfuzunun gözdən salınması istiqamətində bir böhtanı üzrə bir müraciət olub və bu müraciəti həbs cəzası ilə, baxın, Amerika Birləşmiş Ştatlarında, New York kimi yerdə, amma ifadə azadlığına görə həmin dövrdə də ifadə azadlığı bildiyiniz kimi demokratik ölkələrin, birinci qanunvericiliklərin təsviri məsələ Amerika Birləşmiş Ştatlarından və Avropa Birliyi ilə başlamışdı. Orada hakimin qərarı necə olmuşdu? Hakim öz həbs qərarını belə əsaslandırmışdı ki, sən öz qəsəbəndən digər qəsəbəyə gedərkən yol boyu, maşınla gedərkən şüşəni indirib, kağızları cırıb atmısan. Yəni o sözləri bir adamın haqqında danışdığın halda. Sən indi istəyirsən ki, biz o kağızları yığaq. Və mənim bir qərarım sənin yol boyu apardığın bu kağızların heç birini yığmayacaq. Artıq sənin dediyin o fikirlər bu adamlar haqqında, bu adamı çox adam sevməyə bilər. Siz bu ictimai parlaq insanların şəxsi problemləri olan, uğursuz olan və s. bunların
səbəbsiz bir nifrəti olur belə insanlara qarşı və bunu qəbul etmək lazımdır ki, psixoloji qısqanclıq insanla anadan olan və insanla ölən bir şeydir. İnsana Xasdır və belə olan halda birini ancaq ona görə ki, sənin gözün onu götürmür, ancaq ona görə ki, onun savadı səndən çoxdur, ancaq ona görə ki, bəlkə o səndən sadəcə yaxşı geyinir, sən ondan bahalı geyinirsən, amma o səndən yaxşı görsənir. Buna görə onu ləkələmək, onu qaralamaq, o yüzden sanksiyalar məsələsində bu ictimai şuurda oturan şər, böhtan, təhrif olmuş məlumatlar və s. Nümunə üçün, məsələn, mən xatırlayıram ki, təzə başlayanda ekspertlik məsələsində, məsələn, birinci sual onun altından milliyyətlə bağlı olurdu ki, bu xanımın milliyyəti nədir? Və məcbur qalıb bunu sən ifadə etməliydin ki, bu mən elə Azərbaycanlıyam, dədəm oradandır, nənəm oradandır və s. Yəni, demək istədiyim budur ki, bəzi məsələlər vətəndaşın məsuliyyətinə və yaxud da onun vicdanına buraxılmamalıdır. Bəzi məsələlərdə qanunun sərt üzü olmalıdır və qanunun sərt üzü yetkin bir insanın... Cəmə xanım, mənim fikrimə razılaşmıdır, sanksiya ilə bağlı. Mirzə məndə razılaşmaz. Yox, var sanksiyalar, işlək və daha işlək olması haqqında danışırıq. Mən də çox ifadə azadlığına görə... insanlarımızın hamısı ləkələnsin ondan sonra. Məsələn, 40 yaşında bir şəxsin, bir jurnalistin nümunə üçün deyim, media sahəsində də 22 yaşında, 23 yaşında fikri maraqlı olan cəmiyyətə yeni açılan bir insanı qısqanclıq, özünün uğursuzluğu üzərindən ona bir linç eləyib, onu bir kompleksə soxmaq üzərindən apardığı kampaniyalara görə o adam yaşına uyğun və sərt üzündən cavab verməlidir. Çünki onun məqsədinin bir neçə əsası var. Birinci əsas ondan ibarətdir ki, baxın, hamımız bəlli bir yaş dövründə ictimai fəaliyyətə sahəyə ayaq qoymuşuq. Burada biz daha çox şeylər edə bilərdik, amma bax, bu ətrafımızda xəbərimiz olmayan, qazanmaq üçün heç nə etmədiyimiz, dırnaq arası qazanmaqdan söhbət gedir. Varlığından xəbərimiz olmayan bu adamların bizimlə bağlı səhv, yalan informasiya çıxartması olmasaydı. Biz enerjimizin yarısını, mən bir dəfə bu haqda da status yazdım, mən bəlli bir illərdə enerjimin 80%-ni, 90%-ni olmayan şeylərin bu belə deyili sübut etməyə çalışırdım. Və bunun da daha sonralar, insan daha sonra müdrikləşir ki, burada səbəb bir şey var. Sadəcə sən ondan biraz parlaqsan, yəni nümunə üçün banal nümunədir. Sən ondan biraz savadlı görsənirsən, burada sənin fərdi heç nə yoxdur, onun dediyinin sənə aidiyyatı yoxdur. Dünyaya baxış şəxsiyyətin özünün içərisindəndir. O deyirlər, gözəllik baxan gözlərdədir, vicdan baxan ürəkdədir, deyən ürəkdədir və yaxud da şirin söz səslənən dildədir. Bu nifrət qusur və sosial platformlarda bu günləri bir nifrət trafiki var. Xüsusilə biraz populyar insanlara, qoyuram populyarlığı qırağa, fikri faydalı insanlara. Məsələn, adam var, oturur, özünü ziyalı adlandırır. Azərbaycan, baxın, bir şey qeyd etmək istəyirəm. Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin təcrübəsi belədir. Hər bir yerin milli mental düşüncəsindən çıxaraq ümumi bir ictimai qaydaları və belə deyək də bunun mental xüsusiyyətlər deyirlər. Amerikada birinə deyə bilərsən ki, sən beləsən. Məsələn, və yaxud da sən heç yaxşı deyilsən. O onu belə sağ ol deyir, çıxır gedir. Amma bizdə bir söz, bax indi siz dediyiniz o bir sözə görə 5 il, bir söz həyat dağıdır, bir söz ailə dağıdır, bir söz insanın karyerasını dağıdır. Və sonlayır. Və bu işləyir, bu işlək bir linç kampaniyasıdır. Və bunu sosial platformlar üzərindən nifrət püskürən insanlar, işıqlı insanlara qarşı aparır. Yəni xanım, mən bu günlərə bax, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, bax, əlimə alıram, qüvvədə olan Cinayət Məcəlləsinin 147-ci maddəsinin birinci hissəsi ilə bağlı və eyni zamanda 147-ci hissəsi ilə bağlı çağırış edirəm bütün vətəndaşlarımıza, bizi seyr edən vətəndaşlarımıza. Böhtana görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddənin ikinci hissəsi 3 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur. Yəni, kimisə barəsində bir kommentariya yazanda, kimisə şəklini qoyub paylaşanda, dediyiniz sözlərin üzərindən sizi nə gözləyəcək, onu dərk edin. Eyni zamanda təhqirlə bağlı insanların şərəf və ləyaqətini alçaldan, kimsə şəkil qoyub onun altından kommentariya yazırsınız. Bir anlığa fikirləşin, o şəkil sizindir, siz onun barəsində bu ifadəni yazırsınız və özünüzün barəsində yazın. Ona görə də 1 il azadlığın, 6 ay azadlığın məhrum etmək gözlənilir. Saxta profil açan insanlar, işə düzəltmə adı ilə, xarici təhsil adı ilə, eyni zamanda Avropada işbirliyi adı ilə insanlardan pul yığır. Bəzi insanlar tanıyıram ki, xəstə uşaqların şəklini qoyur, videosunu qoyur və pul yığmaqla məşğuldur. Bunlar hamısı gələcəkdə araşdırılan zaman saxta profildən istifadə edən şəxslərimiz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən
məsuliyyət yaradır. Həmin məsuliyyət də 6 aya qədər azadlıqdan məhrum etmədir. Buyurun. Deməli, Yeganə xanımın dedikləri mən tamamilə razıyam. Baxın, bir adam barəsində deyək ki, böhtana təhqirə görə məhkəmə məsuliyyəti oldu, ona da 1 il 6 aylıq cəza verildi. Amma onun o böhtanla, təhqirlə bağlı hansı ki, cəmiyyət içərisində Yəni o yara yeri. Yara yeri, nə qədər adam ki, onun deyək ki, o informasiyadan, o məlumatdan xəbərdar olmuşdu. Amma məhkəmənin verdiyi qərardan heç o Avropayla yanaşma tərəfi. Görən, eşidən şəxslərin heç 10% xəbər olmuş ki, oradan da bu işlə bağlı məhkəmə oldu, kimsə buna görə cəza aldı. Məsələ burasındadır. Bax, indi neynəmək olmalıdır ki, insanlar daha çox çatsın ki, baxın ha, təhqirə Ona görə də qanun və icra proqramı baxılmalıdır. Bu gündən Əkbər Yusufovun təqdimində sizin kimi ziyalılar, hakimi təcrübəsi, bu çağırış edirsiniz. Daha çox nəyə olmalıdır? 40 ilə yaxın prokuror qardaşlarımız deyirsiniz ki, bu olmaz. Nəyə baxılmalıdır? Nəyə daha çox fikir verilməlidir? Daha çox nə təbliğ olunmalıdır? Ki, böhtana görə, təhqirə görə, bax, daha çox insanlara çatdırılmalıdır ki, deyək ki, nə qədər məhkəmələrdən insanlar cəza alıblar. Yəni, insanlara çatmalıdır ki, daha çox bu cinayətlərə görə cəzaların insanların deyək ki, qulağına çatmalıdır ki, insanlar eşitməlidir ki, baxın, təhqir elədi, cəza aldı, böhtan atdı, cəza aldı. İnternetdə saxta profil yaratdı, kimsə barəsində lazım olmayan sözləri yazdı və yaxud istifadə elədi, onun şərəf ləyaqətini alçatdı, cəza aldı. Bax, bunların hamısı daha çox, belə deyək ki, elə sosial şəbəkənin özündə belə təbliğ olunmalıdır ki, geniş ictimaiyyət daha çox məlumatlı olsun bu. Mən yenə hesab edirəm ki, qanunvericilik sanksiyanı artırmaqla müsbət nəticə əldə edə bilməz olur. Niyə? Niyə? Yoxdur, bəli, niyə? Ehtiyac yoxdur. Çünki bir şəxs, bir İctimai təhlükəsizlik dərəcəsində görə verilir. Küçədə İşlək oynayırlar, olmalıdır. biri bıçaqla vurur, Yəni, insanlar qamurda bunu 16-17 yaşında uşaq bıçaqla vurur, xəsarət yaranır, ağır xəsarət, azad xəsarət, yüngül xəsarət. Bunun dəqiq cinayət məcəlləsində maddələri var. Bilirsən ki, hüquqşünas da bilir ki, nə etməlidir. Amma bu təhqir, böhtan deyilən bu maddələr çox mürəkkəb maddələrdir. Birincisi, hakimlər çox əziyyət çəkirlər o maddəyə baxanda. Mənim son işim olub Şəmkir rayonunda. Qardaş, 50 dəfə getdim, gəldim oraya. Hakim baxıb onu, çünki o tərəf belə deyir. Ortalıqda söz danacaq. Sözdür, gərək nəhayət qərar qəbulundur, lazımı düzgün qərar qəbul elədi hakim. Amma yəni biz elə baxmayaq ki, təhqirdir, böhtandır, bunlar elə filankəs söz dedik, onu sübut eləmək lazımdır. Məhkəmədə əgər hər hansı bir şəxs cəza alırsa, ona cəza verilirsə, onun sübutu olmalıdır orada. Sübut eləmək də, axı bu 10 adamın içindəndə onun 9-u gəlmir, gəlib demir ki, bəli, mənim yanımda bu söz deyildi. Biri gəlib deyəndə 5-i gəlib deyir ki, mən işitməmişim. Mən deyir, orada deyir, işitməmişim. Qarışdı bir-birini, halbuki deyir, o söz olub orada. Ona görə qanunvericilik özü təhqir, böhtan maddəsinə ehtiyatla yaxınlaşır ki, heç də insanlara lüzumsuz yerə, lüzumsuz yerə böhtan içəri gətirib salmasınlar. Onları o tərəfdə var da, elə yalançı şahidlər düzəldirlər ki, iş düşür. Məhkəmədə baxılan ən həssas məqamlı işlərdəndir. O siz dediyiniz təhqir, böhtan olub icraatımızda. Yəni orada bilirsiniz, bu cinayət bilirsiniz, 16 yaşına çatan hər bir kəs bu subyekti ola bilər. Bu cinayətin motivi də qısqanclıq, paxıllıq, alçaq niyyətlərlə olur. İnsanlar bəzən elə emosiya, Yeganə xanımcı o psixoloji anları çox gözəl izah elədi. Elə vəziyyətdə olurlar ki, qısqanclıqdan bu informasiyanı ötürürlər. 5 gün, 10 gündən sonra artıq peşman olurlar. Məhkəmənin gedişində barışığa görsən meydin edirlər. Ayrılan vaxt yekunlaşmaz elədir. Hörmət tamaşaçılar, bugün qanun və icra proqramında çox dəyərli ekspertlərimizlə birlikdə təhqir, böhtan və saxta profildən istifadə edən şəxslər barəsində qanunvericiliyin birbaşa göstərişi ilə bağlı fikir mübadiləsi apardıq. Sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə
malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.